Salam uşaqlar, sizə söz verdiyim kimi Word 2010 üzərindən izahlarımızı verəcəyik, amma tapdığım proqram Portable-dır. Yəni 2010 versiyasının Portable olanıdır, amma burada bəzi dəyişikliklər var təbii ki. Mən onları da nəzərinizə çatdırmaq üçün, yəni kitabdakı şəkillərlə düz gəlsin deyə demək, belə bir şey eləyəcəm. İnternetdə belə bir PDF fayl tapdım, bunu sizə də göndərəcəm. Bu fayl üzərindən bunun köməkliyi ilə izah eləyəcəm ki, bəzi yerlər düz gəlsin. Burada biz Word proqramımızı görürük. Mən bəzi hissələrini işarə eləyərək bu videoda çalışacağım ki, bir tanışlıq yaradım. Baxın, pəncərə düyməsinin demək, pəncərə başlığıdır daha doğrusu bu hissə. Bu hissədə baxsam bir sənədin adı var, bir də proqramın adı var. Burada əlavə yazılan sözlər, yəni həmişə olmur. Bunlar hal-hazırda bu proqramı Portable açdığım üçün burada əlavə olaraq bu sözləri görürəm. Ortada demək nə olur? Sənədin adı olur, bir də Microsoft Word yazır belə. Sənədin adı yadımızda saxlayırıq ki, şərt olaraq dokument adlanır. Bunları bir-birindən fərqləndirmək üçün bir dəfə bura 1, sonra bir digərinə dokument 2, bir digərini açsam dokument 3. Bu şəkildə sıralayır və bir-birindən fərqləndirir. Tray ilə isə ayırıb sonradan proqramın adını göstəribdir burada mənə. Microsoft Word yazıbdır belə. Bu şəkildə. Demək, bu haradadır? Pəncərə başlığındadır bu məlumat. Sonra pəncərə başlığının sağ küncündə burada demək, mənə bağlama düyməsini göstərir. Burada genişləndirmə və yaxud da pəncərəni yığma, bir də minimize eləmə, yəni aşağıya bu hissəyə, baxın bura, gətirmək üçün, indirmək üçün pəncərəni burada düyməmizi görürük, minimize düyməsi. Bir də pəncərə başlığının sol tərəfi var, bax bura. Bura Quick Access Toolbardır, yəni bəzi komandaların, əmrlərin bura yerləşdirilərək daha tez istifadə oluna bilməsi, yəni əl çatan ola bilməsini bu hissə təmin edir. Məsələn, deyək ki, burada mən bu işarəni görürəm. Bu save düyməsidir və yaxud da bu ox işarələrini görürəm. Bunlar irəli, geri hərəkətlərdir. Bir addım gördüyüm işi geri aparır, bir addım önə gətirir, bu şəkildə hərəkət eləyir. Bunları burada görürəm. Yəni, əlavə olaraq da bu düymədən istifadə edib, indi göstərəcəyim sizə, bəzi komandaları ora əlavə edə bilərəm və yaxud da çıxa bilərəm. Bu, əslində, fayl düyməsidir, burada gördüyüm bu hissə. Qələmin rəngini dəyişim. Bax, burada gördüyüm bu hissə fayl düyməsidir normalda, amma burada köhnə versiyadan olan 2007 Office paketi versiyasında bu şəkildə idi buradakı düymə. Demək, Office butonu deyilirdi buna. 2010'da isə bura fayl adlanır və bunun burada ox işarəsini görürsünüzsə, bu ox işarəsi vasitəsilə alta doğru minusu açılır. Aha, belə. Sonra nələri görürəm, baxın. Demək, Home-dan başladı, View-a qədər. Bunlara Main Tabs deyilir, yəni əsas tablar. Bunları görürəm. Home, Insert, Page Layout, Reference, Margin, Review, View deyə. Bu nədir? Bəs mən qələm işlətdiyim üçün əlavə mənə Tool Tabs açıbdır, qələm tabı açıbdır burada mənə. Yəni, bu əsas bir menü deyil, ona görə izah vermirəm. Hər bir menünün, daha doğrusu hər bir tabın aşağıya doğru
bu şəkildə açılan. Baxın, buradan başladı, ta gəldi bura qədər. Olan hissəsi adlanan ribbon. Ribbon. Yəni length. Bu lengthdə mən qruplar görürəm. Şəffaf xətlərlə baxın buradan ayrılır. Burada var, şəffaf xət, burada var. Baxın, belə bu şəkildə. Görürəm bu xətləri. Bu xətlərlə ayrılır. Bir də aşağılarında adları qeyd olunur. İndi bu sadaladıqlarıma görə baxsaq, Home tabı, Clipboard, Font, Paragraph, Stylus, Editing deyilən qruplardan, yəni əmr qruplarından və ya komanda qruplarından ibarətdir. Aşağıya baxsaq, baxın, bu hissədə mən xətkeşi görürəm. Aha, bir xətkeş belədir. Bir xətkeş də buradadır, baxın. Aşağıya doğru belə gedir. Yerini göstərirəm ki, görəsiz. Aha, bunlar xətkeşlərimdir. Yəni şaqili və üfüqi xətkeşlərim var. Sonra bax, bu hissədə, demək, bax, bura fikir verin. Page one of one yazır. Yəni, bir səhifəm var, mən elə birinci səhifədə durmuşam. Burada neçə söz var, göstərir words. Hal-hazırda sıfırdır, çünki yazım yoxdur. Demək, leksik və qrammatik yoxlama dili hansı dildir? Burada göstərir English yazıb, US formasıdır. Sonra burada sənədin görünüş formaları var. Hal-hazırda seçili olan page layout'dur. Yəni, belə yazılır. Page layout. Sonra burada digər görünüş formaları da var, onlar haqqında danışacaq. Burada isə mən demək, miqyası görürəm. Hal-hazırda 179% artırılıbdır. Bunu artıra da bilərəm, azalda da bilərəm. Harada da demək, minimum 10-a qədər azalda bilərəm. Maksimum 500-ə qədərdir Word-də. Bu şəkildədir. Bu düyməyə fikir verin. Bu isə aşağı-yuxarı hərəkət etdirmək üçün demək, düymədir. Bu isə vərəqimdir, iş sahəmdir. Burada müəyyən yazıları mən demək, yazıb göstərə bilərəm. Təbii ki, burada indi mən qələmlə işarə eləməyə çalışıram. Yəni, qələmlə yazmayacağım, klaviaturadan istifadə edirəm, mətin daxil edəcəm bu şəkildə. Bu ümumi tanışlıq idi. İndi baxaq File tabına. Təbii ki, burada belə deyək də, bu Portable kim hazırlayıbsa, o bu düyməni dəyişibsə, təbii ki, içərisində dəyişib. Baxın, bu hissəni biraz rəngləndirib falan. Amma komandalar eynidir, yəni heç bir fərqi yoxdur. Save, save as bu şəkildə görürəm komandaları. Gəlin belə eləyək. Əvvəlcə burada PDF-də necə görsənir, əsli necədir, ona baxaq. Görürük, baxın, Home-dan qabaq faylı görürük. Bunu daha yaxşı təsəvvür etmək üçün biraz aşağı çəkəcəm. Baxın, burada görürəm. Baxın, file menüsudur. Home tabının qabağında mən demək, bu file tabını menüsunu indi sizə çalışacağım ki, izah edeyim. Əvvəl yuxarıdan buradan şəkildən bir baxaq, nələr var. Yəni, tam görünüşü necədir. Demək, save var, qabaqlarında da simgələri var, piktoqramları var komandaların. Save var, görürəm. Bir də save as var. Bu save ilə save as-in fərqi nədir? Yadınızda saxlayın ki, sənədi ilk dəfə belə deyək, hazırlayırsınızsa, yəni boş bir mətin faylı açmışsınız Word-də, Ctrl-N düymələri ilə və yaxud da gəlmişsiniz buradan New demişsiniz, yeni sənəd yaratmışsınız, burada da görürəm Ctrl-N-lə. O sənədin üzərində işlədiniz müəyyən qədər, 1 saatmı, 5 dəqiqəmi, 10 dəqiqəmi yaddaşa vermək istəyirsiniz, bağlamaq istəyirsiniz.
Siz save əmrini də sıxsaz, buradan save as əmrini də sıxsaz və ya qısa yollarını desəz, yəni Ctrl+S F12 fərqi yoxdur. Sizə açacağı pəncərə ilk dəfə yaddaşa verirsiniz deyə save asdır. Yəni birbaşa save deməyəcək. Niyə save as? Çünki bayaq dedik ki, Word proqramı şərti ad verir demək sənədə. Bu şərti adı mən əgər dəyişmək istəyirəmsə, save as dediyim zaman, baxın, fərqli adla, fərqli tipdə, fərqli yerdə, parolla sənədi yaddaşa verə bilərəm. Yəni, bunları ilk olduğu üçün yaddaşa vermək təklif eləyir. Əgər siz də istəyirsinizsə, bunları demək dəyişə bilərsiniz. Gəlin o pəncərəni görək, sonradan bura qaydaq. Bunu bağlayam. Baxın. Demək, deyək ki, burada nələrsə yazdım belə. Buradan save vuracağım. Bilərəkdən save as vurmuram. Save vurdum. Baxın, mənə açdığı pəncərə, yenə işarələyəcəm ki, görəsiz, save asdır. Yəni, pəncərənin adını yuxarısında görürəm. Burada mən nələr eləyə bilərəm? Baxın, burada nə yazı yazmışamsa, başqa bir yazı olmadığı üçün sənədin ilk adını yazıda saxlayın. Mətnin ilk sətrindən götürür. Ona görə burada belə bir ad yazıb mənə. Baxın, burada belə bir ad yazıb. .docx görürəm orada. Yəni, sənədin mənə tipini göstərir. Nəyə görə docx yazdı? Çünki burada save as tip, yəni, yaddaşa vermə tipi olaraq docx seçilidir. Baxın, bura docx seçilidir. Ona görə də o şəkildə yaddaşa verir və sənədin uzantısını, kökünü göstərir, genişlənməsini göstərir. Demək, mən baxın, buradan uşaqlar, sənədin adını dəyişəcəm, buradan sənədin tipini dəyişəcəm. Bu hissədə sənədin hara yaddaşa veriləcəyin, aşağı, bax, bu scroll düyməsidir, bu düyməni aşağı, yuxarı hərəkət elətdirərək seçə bilərəm, yəni sənədi hara yaddaşa verəcəyəm. Hal-hazırda mənə təklif olunan ünvanı mən bu hissədə görürəm. Yəni, haranı mənə təklif edir ki, yaddaşa ver sənədi. Sonra burada Tools'dan istifadə edib sənədə parol verə bilərəm. Necə onu göstərim sizə, bu dediklərimin hamısını baxın. Buradan sənədin adını dəyişə bilərəm. Məsəl üçün deyirəm, dərs bu şəkildə. Buradan tipini dəyişə bilərəm. Məsələn, PDF seçə bilərəm, doc tipi seçə bilərəm, seçili olan docx idi və ya şablon tipi seçə bilərəm, Word template deyə seçə bilərəm və s. Burada gördüklərinizin, yəni sizə lazım olan hansıdırsa, onu seçə bilərsiniz. Yəni, burada digər mətin tipləri, baxın, rich text var, RTF, sonra plain text var, yəni genişlənməsi, uzantısı text olan. Open Document Text var, ODT. Yəni, bunlar yadımızda da saxlayaq. Nələrdir? Sənəd tipləridir. Sonra VPS var. Mətin sənəd tipləridir. Bunlar da burada görmüşkən yadımızda saxlayaq. Sonra, baxın, buradan dedim ki, parol qoya bilərəm. General Options deyirəm. Açılan pəncərədə, baxın, burada parolumu yazıram. Aşağıda isə burada təkrarlayıram. Qabağından da oxuya bilərsiniz. Yəni, parolu yazıram. Açmaq üçün parolu bir də təkrar edirəm bu şəkildə. Burada read-only seçmiş olsam, sənəd yalnız qorunduğu üçün, yəni parolla qorunduğu üçün yalnız oxuna bilər. Yəni açılar oxuna bilər, amma sənəd üzərində iş görülə bilməz, əgər bura parol qoysaydım. Belə, bu şəkildə save as düyməsi açılır. Mən burada bu dəyişiklikləri edəndən sonra save desəm, sənədimi o qaydada yaddaşa verəcək. Təbii ki, buradakı adı nədir? Burada da eyni adı alacaq, dəyişəcək. Niyə save as vurmuram? Çünki portable-dur, bilmirəm. Yəni, bu işləyəcək, yoxsa yox. Yəni, portable-da adətən bəzi komandalar görünüş üçün olur. Yəni, çalışmır. Ona görə də buradan bu seçimi eləmirəm. Yəni, save vurmuram. Amma sizdə varsa, əgər belə deyək, Word proqramı bu dediklərimi eləyib, yəni sənədi yaddaşa verə bilərsiniz və buradakı sənəd adındakı dəyişikliyi görəcəksiniz. Belə, bu oldu
save as düyməsi. Sənədi yaddaşa verəndən sonra isə növbəti belə deyək periodlarda siz buradan save əmrini seçərək sənədi təzədən yaddaşa verə bilərsiniz. Yəni yazdığınız hissəni, həmin periodda yazdığınız hissəni save deyib yaddaşa verə bilərsiniz. Qısa yol olaraq buradan da istifadə edə bilərsiniz. Baxın, buradan da yenə save deyib yaddaşa verə bilərsiniz. Open düyməsi mənə demək, baxın, yenidən dokument bölümünü açır. Çünki sənədin yaddaşa verilmə təklifi documents qovluğudur. Buranı açır ki, burada əgər sənədim varsa seç, çağır. Yəni mən buradan sənədi seçib çağıra bilərəm və yaxud da məsələn dokumentə gedərəm belə və yaxud da downloada gedərəm bu şəkildə. Buradan sənədləri seçib open deyib çağıra bilərəm. Yəni onları aça bilərəm. Sonra görək bağlanmayacaq. İşləmədi. Bağlandı öz-özünə, bir də açacağım. Portable olduğu üçün uşaqlar. Baxın, açdım bu düyməni. Close dediyimdən nə edir uşaqlar? Yadınızda saxlayın. Close dediyim zaman sənədin özünü bağlayır. Yəni close dedimsə sənədi bağlayır. Bir var proqramı bağlamaq. Yəni proqramı mən bağlamaq istəsəm buradan close deyib proqramı bağlaya bilərəm. Və yaxud da bu file düyməsində excite deyib proqramı bağlaya bilərəm buradan. Amma buradan bağlayıramsa, onda yadımda saxlayıram ki, sənədi bağlayıram. Baxın, məsələn, buraya yenə bir yazı yazaq belə. Demək, buradan close dedik. Baxın, don't save deyirəm. Yaddaşa verməyi deyir ki, istəyirsənmi? Yox. Düşmüşkən deyim, bu da necə bir pəncərədir? Demək, dialoq pəncərəsidir. Baxın, mənə sual verir. Mən ona cavab verirəm. Yaddaşa verirəm, verməyim. Dialoq pəncərəsidir. Proqram təminatında bu haqda danışacaq. Buradan don't save dedim. Yəni yaddaşa vermə. Baxın, proqram bağlanmadı. Yəni içəridəki sadəcə sənəd bağlandı. Demək, close dedimsə sənədi bağlayır, excite dedimsə proqramı bağlayıb çıxır. Baxın, recent sonda açılan sənədlərdir. Onları mənə göstərir. Adətən burada 25 dənə belə sənəd açılır susmaya görə. Amma maksimum sayı olaraq 50-dir. Yəni maksimum 50 sənəd burada açmaq mümkündür. New ilə yeni sənəd açacağım. Baxın, adətən belə deyək, blank dokument seçili olur. Burada create dediyim zaman sənədi açır. Burada şablonlar var, online olan şablonlar var. Bu şablonların da hansını istəsəz seçib açıb istifadə edə bilərsiniz. Create deyək buradan. Baxın, yeni sənədimizi açdıq. Bayaq dokument 1 idi, artıq dokument 2-dir. Bu şəkildə yeni sənədimiz açıldı. Bura bir də baxaq. Sonra burada print var. Çap xüsusiyyətlərini seçmək üçündür. Bu print düyməsidir. Yəni vurduğum zaman buradakı xüsusiyyətlər nələrdirsə, onlara görə çapı gerçəkləşdirir. Mən burada vərəqimi tam şəkildə görürəm. Yəni indi yazı yazmış olsaydım. Gəlin belə eləyək. Hemen buradan öz Word proqramında açsın bunu. Biraz belə kopyalayayım. Orada çağırıb aça bilmirəm, çünki yenə deyirəm portable olduğu üçün açılmır. Buraya yapışdırmağa çalışacağım. Bunu da vərəqi də belə qaytarıram 100%-ə. Yəni normal vərəq olaraq görsənsin. Yapışdırdım bura. İndi baxın, buradan print deyirəm. Baxın, bu şəkildə varağımı tam olaraq görürəm, harada nə yerləşib. Bir səhifəlik yazım var, onu görürəm. Burada səhifə sayım çox olsaydı, bu ox işarəsi vasitəsilə next page deyib növbəti səhifəyə keçid edə bilərdim. Deməli, belə dedik, print düyməsini vursaq, burada göstərilən xüsusiyyətlərə görə çapı gerçəkləşdirəcək. Burada number of copies var, yəni demək, kopyanın köçürmənin sayı, yəni neçə kopya bu sənəddən çap olacaq, onu göstərir bizə.
Burada mövcud olan printerlər var. İndi mənim kompüterim heç bir printerə bağlı deyil və yaxud da üzərinə printer yazılmayıb. Burada ama onları görüb seçim edə bilərəm. Yəni hansı printerdən çap olsun. Print what nəyə çap eləsin? Burada all yazıb, yəni bütün səhifələri çap eləsin. Məsələn, burada selection var. Seçilmiş hissəni çap elə. Current page üzərində durduğum səhifəni çap elə. Yəni aktiv səhifəni. Müəyyən bir aralıq da göstərə bilərəm. Yəni spesifik olaraq buradan bura qədər çap elə. Belə də deyə bilərəm. İndi gəlin belə bir şey eləyək, geri qayıdaq. Mən bu hissəni seçim. Aha, belə seçdim. Print deyirəm yenidən. Buradan baxın, açdığım zaman selection aktivləşir. Çünki müəyyən bir sahəni seçmişdim. Həmin sahəni burada çap edə bilərəm. İndi müəyyən bir aralığı, spesifik bir aralığı daxil etmək üçün isə buradan deyək ki, yaza bilərəm. Baxın, burada əslində göstərirdi mənə. Məsələn, yaza bilərəm 5-dən neçəyə? 9-a. Belə yazdım fərz edək. Burada bir ardıcılıq var uşaqlar, yadınızda saxlayın. Yəni, mən bunları yazım. Baxın, həmin xanaya, məsəl üçün, daxil elədim fərz edək 1-dən 15-ə. Burada bir ardıcılıq var, yəni 1, 2, 3, 4, 5, 15 də daxildir, 1 də daxildir. Yəni, çap eləyəcək. Əgər deyək ki, çap elədiniz 2 dənə belə aralıq var. Məsəl üçün, 1-dən 15-ə buranı ayırdım nöqtəli vergüllə. Bir də fərz eləyək, məsəl üçün 25-dən 30-a. Bu nə deməkdir? Əvvəl 1-dən 15-ə ardıcılığı çap eləyəcək, sonra 25-dən 30-a. Ardınca, demək, yenə vergül qoyub, burada nə edə bilərəm? Məsəl üçün, bir dənə də sayfa yaza bilərəm. Məsəl üçün, 4-ü çap elə. Yəni, bunları çap eləyəndən sonra bir dənə 4-ü çap elə. Sonuncudan sonra heç bir işarə qoymuram, yanımda saxlayıb. Burada da nöqtəli vergül deyildi, bağışlayıb vergüldür. Yəni 1-dən 15-ə, 25-dən 30-a belə səhifə aralıqlarını deyib çap eləyə bilərəm. Əslində buranı bir də seçsəm göstərilməlidir özü. Baxın, orada göstərir, bax. Tiplərini göstərir falan, 1-dən 1, 3, 5, 12 çıxan yazını oxusaz görsənir. Sonra digər ayarlar var. Burada print one side var, yəni bir üzünü çap elə. Both side da deyə bilərəm. Əgər printerin elə bir xüsusiyyəti varsa, seçdiyim printerin burada çıxır. 2 tərəfini də çap eləyə bilərəm. Burada manual olaraq seçim var. Yəni, bir tərəfi çap eləyəndən sonra gözləyəcəksən, yəni vərəqi təzədən çevirib qoymaq vaxtı veriləcək. Varağı çevirdikdən sonra ikinci üzü də çap olunacaq. Əgər printerinizdə both side, yəni iki üzlü çap yoxdursa. Collated var, səhifələri necə yığsın. Məsələn, mən burada kopya sayını 3 demişəm, fərz eləyək. Burada 3-dür. Kopya sayı belə artırım, görün. 3-dür, fərz eləyək. Demək, sənədimdən 3 dənə çıxacaq. Sənədim də fərz eləyək 3 səhifədir, 1, 2, 3. Burada collate isə birinci sənəd çıxacaq, sonra ikinci sənəd çıxacaq, sonra üçüncü sənəd. Yəni, səhifələr ardıcıl çıxacaq. Yəni, birinci sənədin 3 səhifəsi, ikinci sənədin 3 səhifəsi, üçüncü sənədin 3 səhifəsi. Hə, belə bir şey deyim, yadınızda saxlayın. Yəni, sənədin 5 səhifədirsə, birinci sənədin 3 səhifəsi çıxıb, ikisi qalmayacaq. Yəni, birinci sənədin 5 səhifəsi çıxacaq, 5 səhifəlidirsə. Sonra uncollated var, yəni düzülməmiş, sıralanmamış. Burada necədir? Mən sənədim 3 səhifəlidir, 3 dənə kopya çıxacaq. Demək, 3 dənə 1 çıxacaq, sonra 3 dənə 2 çıxacaq, sonra 3 dənə 3 çıxacaq. Mən məcburam ki, bunları əlimdə yenidən özüm sıralayım, yəni sənəd formasına salım. Ona görə də adətən collate seçilməsi məsləhətdir. Portret formasında, yəni bu hal-hazırda bu sənədin duruş vəziyyəti portretdir. Bir də landscape var, albom formasında. Vərəqin çapı. Burada yenə diqqətli olmaq lazımdır. Sənədi hansı orientasiyada yazmışsa, elə çıxatsaz daha məsləhətli olar. Vərəq ölçüləri də seçili olan A4-dür. Burada müxtəlif vərəq ölçüləri seçə bilərsiniz. Bu vərəq ölçülərini seçəndə printerin də ölçüsün
Yəni çap ölçüsünü nəzərə almaq lazım. Yəni printer var, sadəcə A4 çap eləyir, doğru A3 seçsəm, yəni A3 vərəqi yerləşdirə bilmərəm, yenə A4 üzərindən çap eləyəcək. Müəyyən qədər orada ölçülər kiçilmiş ola bilər, bura diqqətlə olmaq lazımdır. Sonra kənarlıqlar burada fikir verin. Baxın, bu kənarlıqlar, belə işarə edeyim qələmlə yenə. Baxın, buradan bura var. Aha, bura kənarlıqdır, baxın. Yuxarı kənarlığıdır, sol kənarlığıdır, aşağı kənarlığıdır. Bunları görürəm belə. Margins bölümündən mən demək bu kənarlıqları dəyişə bilərəm. Baxın, hal-hazırda seçili olan budur. Mən narrow da eləyə bilərəm. Baxın, yığıldı mətin bir qədər. Çünki kənarlıqlar azaldığı üçün yuxarı doğru çəkildi. Və yaxud da custom margins deyərək, yəni açılan bu pəncərədən yuxarını, bax, top yuxarı hissəni özüm təyin edərəm, solu, aşağını, right, sağı buradan təyin edə bilərəm. Yəni hansı ölçülər çap olsun. Bir də uşaqlar, bir vərəqdə neçə səhifə çap olsun? Burada bir vərəqdə bir səhifədir. Sən bunu bir vərəqdə 16 səhifəyə qədər apara bilərsən. Təbii ki, burada səhifələr çox necə düşər? Kiçik düşər. Adətən ya bir vərəqdə 2 səhifə kimi seçimlər edilə bilər. Belə, bu oldu print. Yəni, biz printdən bu cür istifadə edəcəyik. Sonra burada Word Options var. Demək, Word proqramının xüsusiyyətləri var. Bu xüsusiyyətlərdə mən dəyişikliklər eləyə bilərəm. Müəyyən qədər, məsələn, burada rəng sxemləri var. Yəni, bu proqramın rənginin sxemləri var. Sonra deyək ki, Customize Ribbon var. İndi bu tez yükləmə sahəsini deyəndə danışacağım bu haqda. Gəlin elə bir buranı danışım. Quick Access toolbarı. Bura cəld yükləmə sahəsidir. Baxın, burada məsəl üçün new seçsəm, yeni sənəd yaratmaq da bura düşür. Yəni, əslində o haradadır? Baxın, buradadır. Failda new bölümündədir. Ancaq burada əlavə eləmək, bax, burada görsənənləri, bax, bu xəttə qədər görsənənləri əlavə eləmək olur. Bunlardan başqa fərqli komandalar əlavə etmək istəyirsinizsə, onda more commands deyirsiniz. Yəni, bunlar təklif olunanlardır. More commands dediyim zaman, baxın, yenə həmin pəncərə açıldı. Burada populyar komandalar var, baxın, populyar komandalar var. Və yaxud da, deyək ki, home, insert, page layout və s. tabları da seçərək, belə, onun daxilindəki komandaları da ayrıca görə bilərsiniz. Tutaq ki, mən baxıram ki, uşaqlar, baxın, mənim burada, məsələn, bu cut komandam yoxdur. Bura düşməyib. Amma mən əlavə eləmək istəyirəm. Onda more commands deyirəm. More commands. Və populyar olan komandalardan da seçə bilərsiniz və yaxud da cut hardadır? Home tabında. Gəlib burada home tabını seçirəm və komandaların içində cut gördüm. Baxın, seçirəm. Add deyib əlavə edirəm bu sıraya və OK deyirəm. Baxıram ki, cut bura nədir? Düşdü. Təzədən bunu buradan çıxartmağın yolu nədir? Baxın, yenə more commands deyirəm. Daha çox komanda. Buradan cut'ı seçirəm. Remove edirəm. Yəni, bu şəkildə sildim, OK dedim. Artıq bu cərgədə yoxdur. Yəni, bu şəkildə istifadə edə bilərəm. Sonra burada show below the ribbon var. Yəni, baxın, tez yükləmə sayısı bura aşağıya düşdü. Bir də tərsi var, show above the ribbon. Yəni, lentin aşağısında olsun, lentin yuxarısında olsun. Belə, bu şəkildə əmrlər, demək, təyin edə bilərəm. Bu dərsimiz bu qədər. Yəni, digər dərsimizdə isə tablardan izah etməyə çalışacağım.